Salam, mən Kənan Əbdəliyev. IT Brains Akademiyada kiber təhlükəsizlik təlimçiyəm. Bu gün sizlərlə kiber hücum necə baş verir haqqında danışacağıq. Gəlin slayda keçək. Slaydımızda ilk öncə biz kiber hücum necə baş verir haqqında danışacağıq. Sadəcə burada kiber hücumun neçə mərhələli şəkildə olduğundan danışacağam. Texniki detallara girməyəcəm daha çox. Belə deyək, konseptual şəkildə sadə addımlarla proses danışacağam sizə. İlk olaraq kiber hücum dediyimiz şey nədir? Kiber hücum əslində birinci burada yazıldığı kimi desək, sistemə icazəsiz daxil olmaq və ya ona zərər verməyə başa düşülür. Amma əslində belə deyək də, kiber təhlükəsizlikdə belə bir məsəl üçün də qayda deməyək də belə bir deyim var ki, hansı ki gündə hətta təxminən 39 saniyədən bir kiber hücum baş verir dünyada. Yəni bu kiber hücum dediyimiz şey kiber təhlükəsizlik sahəsində həddindən artıq çoxludur və hər gün demək olar ki, milyonlarca baş verir. Kimsə harasa hücum eləyir, kimsə nəyinsə qarşısını alır. Bu kiber hücum əslində qısacası sistemə icazəsiz daxil olmaqdır. Biz burada əslində hücumun məqsədindən danışsaq, bu hücumun məqsədi çox şey ola bilər. Məsəl üçün məlumat götürmək ola bilər, sistemə girmək ola bilər, maddi qazanc ola bilər və s. Deməli, hücum bir anda olurmudan danışsaq, əslində hücum bir dəfəlik olmur. Yəni bu hücum baş vermədən əvvəl və ya baş verəndən sonra bunlar arasında müxtəlif addımlar baş verir. Yəni addım-addım həyata keçirilir. Burada bizim əsas tapdığımız şey, məsələn, araşdırdığımız şey ilk olaraq məlumat toplamaqdır. Biz bunu daha çox termin ilə information gathering deyirik, amma bizim dilə çevirəndə məlumat toplamaq kimi başa düşülür. Sonra başlanğıc giriş, yəni initial access. Bir də son olaraq isə səlahiyyət artırması bizim kiber təhlükəsizlik termin olaraq dediyimiz şey privilege escalation hissəsidir. Deməli, birinci mərhələdən danışsaq, məlumat toplama. Məlumat toplama budur ki, məsələn, hücumçu ilk olaraq qarşısına təbii ki, bir məqsəd qoyur ki, mən birinci bu sistemə girəcəm və ya bu sayta daxil olmağa çalışacağam. Təbii ki, bunu qarşısına qoyan kimi gedib promo bizim sahədə olan toollardan başlayır istifadə etməklə deyil. Birinci təbii ki, biz bunu publikdə ya ictimaiyyətdə hamının belə deyək də axtarıb tapa biləcəyi məlumatları toplamağa çalışırıq. Bəlkə də bizim o ictimaiyyətdə hamının görüb, hamının tapa biləcəyi elə bir məlumat tapacağıq ki, elə biz o məlumat tamamilə bəs eləyəcək. Qısacası ilk öncə məlumat toplayır. Fərqi yoxdur, başlayırıq sosial mediadan və ya nə bilim internetdə hər hansı bir saytlardan. Biz hər hansı bir məlumat tapmağa çalışırıq, hansı ki qarşı hədəf haqqında. Deməli, ikinci mərhələ dediyimiz şey initial access və yaxud dedim, yəni ilkin giriş bu nədir? Biz bura yəni sistemə və ya sayta ilkin girişimiz sayılır. Yəni necə? Birincisi məsəl üçün bir istifadəçi hesabı və ya zəiflik tapa bilərik. Zəiflik dediyimiz şey bizim sahədə daha çox vulnerability zəifliyi sayılır. Buna biz boşluq da deyə bilərik və ya zəif bir parol, başqa bir şey, köhnə bir sistem və ya insan səhvi. Birinci hissədən danışsam, bir istifadəçi hesabı və ya zəiflik tapılır. Biz hər hansı bir sayta daxil olmaq istəyəndə, hər hansı bir istifadəçi hesabı vasitəsilə o sistemə giriş eləyə bilərik. Hansı ki, burada və ya saytda hər hansı bir zəiflik tapa bilərik. Bunun nəticəsində biz ilkin giriş edə bilərik və ya zəif parol. Deməli, bir şirkətin həddindən artıq çoxlu belə deyirik, işçiləri olur. Hər bir işçinin özünə aid hər hansı bir yerdə bu parolları ola bilər. Çalışıb təbii ki, bunlar getdikcə güclü parollardan istifadə etsinlər, amma bəzi işçilər var ki, hələ də zəif parollardan istifadə edir. Bu zəif parolları tapmaq bizim üçün çox da çətin deyil. Hansı ki, biz bunu bəzi belə deyək də hücumlar edərək onu tapa bilərik. Üçüncü isə köhnə sistem. Əslində bu günləri gündəlik olaraq mütəmadi update-lər getməlidir. Hər bir sistemlərdə və ya saytda funksionallar fərqi yoxdur. Hamısında gündəlik update-lər getməlidir. Amma bəzi yerlər var ki, bunlara önəm vermir. Hansı ki, sistemlər getdikcə köhnəlir və köhnə sistemlərdə də bu bayaq dediyimiz zəiflik, vulnerability və boşluqlar yaranır və biz də bu boşluqları araşdırıb onlardan sui-istifadə edərək ilkin biz deyək hücumçu bundan istifadə edərək ilkin giriş əldə edə bilər. Bir də axırıncı olan isə insan səhvidir. Hansı ki, bunlar bilmədən də ola bilər və ya bilərək də buraxılan səhvlərdir ki, biz yenə hücumçu bundan istifadə edərək yenidən də ilkin girişi əldə edə bilər. Üçüncü mərhələ səlahiyyət artırma. Bayaq dediyimiz kimi bizim sahədə privilege escalation da adlanan şey, yəni səlahiyyət artırma dediyimiz bu əslində belə bir formatdadır ki, biz indi burada nümunə olaraq bir saytdan danışacağıq. Məsəl üçün atarıq ki, bir dənə veb sayt var. Veb saytının biri var normal istifadəçisi, hamı gündəlik istifadə edir. Məsəl üçün alış-veriş saytı ola bilər, nəsə bir başqa bir məqsədə uyğun bir sayt ola bilər ki, bunun bir normal istifadəçi saytı var. Yəni normal istifadəçilər gündəlik girirlər o sayta, o saytdan istifadə edirlər. Bir də təbii ki, normal istifadəçiyə görə icazələri daha çox olan admin istifadəçilər olur ki, istifadəçisi və ya istifadəçiləri fərqi yoxdur. İndi admin istifadəçisi olur ki, bunun digər, yəni adi istifadəçiyə görə icazələri daha çoxdur. Bunun fərqi nədir? Admin istifadəçisi belə deyək də saytda funksionallıqlar əlavə edə bilər, onları dəyişə bilər, təzə user əlavə edə bilər, user silə bilər, userın rolunu dəyişə bilər. Yəni hər şey eləyə bilər. Bir veb saytda hər şey etmə səlahiyyəti admində olur. Hansı ki, bir hücumçu əgər admin belə deyək də admin səhifəsinə, admin hesabına daxil ola bilərsə, bu çox böyük təhlükədir, kritik bir təhlükədir ki, hansı ki, bir sayt demək olar onun əlindədir və bundan istifadə edərək sistemə də daxil ola bilər.
Dördüncü mərhələ dediyimiz şey məqsəd. Əslində burada məqsəd həddindən çox ola bilər. Hansı ki, məlumat oğurlamaq ola bilər, sistemi idarə etmək ola bilər, maddi qazanc əldə etmək ola bilər. Təbii ki, bu bir hücumçunun qarşısına qoyduğu məqsəddən asılıdır. Məlumat oğurlamaq dediyimiz şey, hansı ki, bir veb-sayt hücum edərkən, veb-saytda belə deyək, əslində database ilə bir anlayış var. Bunu biz qısa şəkildə belə deyək ki, bir baza kimi yadda saxlayın ki, o saytı istifadə edən bütün istifadəçilərin oraya daxil olarkən, yəni qeydiyyatdan keçərkən hansı ki, yazdıqları bütün şəxsi məlumatların saxlandığı bir bazadır. Hansı ki, mən və ya hər hansı bir hücumçu, indi biz bunu legal yolla eləyirik, bir də bunu illegal yolla eləyən insanlar var ki, hansı ki, onlar əgər bir veb-saytda və belə deyək də admin səviyyəsi daxil olarsa və ya hər hansı bir database ələ keçirilərsə, database içərisində bütün istifadəçi məlumatları olduğuna görə bütün məlumatları oğurlaya bilirlər. Yəni məqsədi budursa, deməli Promoy qarşısına məqsəd qoyur ki, mən database ələ keçirəcəm, orada da bütün məlumatları götürəcəm. Sistemi idarə etmək, məsəl üçün ən yüksək istifadəçi kimi, yəni istifadəçi kimi əgər veb sayta daxil olsa, ondan sonra da sistemi idarə edə bilər, oradan sistemə daxil ola bilər. Sistemdə hansı ki, bayaq dediyimiz o privilege escalation-da edərək daha çox priv qazanaraq bütün sistemi ələ keçirə bilər. Maddi qazanc da ki, yenə deyirəm, qarşısına bir məqsəd qoyur ki, mən bunu götürəcəm. Buradan götürdüyüm şeylə də hər hansı bir yerə sata bilər və ya hər hansı bir pis niyyətlə istifadə edə bilər. Bunun qarşısında da maddi qazanc əldə edə bilər. Biz bu məsələn burada nə edirik? Red Team burada nə edir? Belə bir sualımız var. Əslində Azərbaycanda komandalar bölünür. Red Teamdə, Blue Teamdə, bir də təzəcə belə deyil, Purple Teamdə komandası da var. Bunlar nə deməkdir? Qırmızı komanda, mavi komanda, bir də Purple Team belə deyil, bənövşə komanda. Red Team odur ki, daha çox hücuma yönəlir. Hücum nə deməkdir? Məsəl üçün bir yerdə işləyən bir işçi var, o Red Team üzrə məşğul olur. Hansı ki, bunun məqsədi həminki o şirkətin saytına məsələn qorumaqdır. O necə edir? Qorumaq deyəndə yəni məsələn biz Red Teamlə məşğul olanlar birinci o sayta hücum edirlər. O saytda hər hansı bir vulnerability, o zəiflik dediyimiz şey, boşluğu axtarıb tapırlar. Sonra o zəiflikləri raport, hesabat formatında yazıb lazım yerlərə göndərirlər. Yəni bizim məqsədimiz o pis niyyətli hücumçulardan əvvəl oradakı bütün zəiflikləri tapıb, onları sənəd formatına gətirib, onları lazım yerlərə göndərməkdir. Bir də bunun Blue Team tərəfi var. Blue Team dediyimiz tərəf isə Red Team'in əksidir. Yəni necə Red Team hücum edib müdafiə qorumağa çalışırsa, amma Blue Team Promoy müdafiə edir. Yəni heç bir hücum eləmir, sadəcə oturur, nəzarət edir, müdafiə edir və qorumağa çalışır həmin saytı. Burada dediyimiz kimi Red Team zəiflikləri tapır, hücum mərhələlərini simulyasiya edir, bir də hesabat verir. Hansı ki, bu biz indi sizə burada qısacası mərhələlərdən danışdım, 4 mərhələdən. Amma əslində bunun daha da dərin olan 14 mərhələdən ibarət hissə var ki, hansı ki, bir hücumçu sıfırdan sona qədər, yəni sistemə girəndən sonra da, sistemdə nə edəndən sonra hər şey ardıcıllığına görə bir belə deyək də MITRE-ATT adlanan bir metodologiya var. Bu metodologiya o həminki 14 dənə addımdan danışır ki, sistemə sıfırdan necə girib, axıra qədər necə gedirsən. Bu gün hücumun ümumi modelini öyrəndik. Növbəti dərsdə isə ilk mərhələ olan məlumat toplama haqqında biraz daha dərinə girəcəyik. Sağ olun, növbəti dərsdə görüşənədək.